Və həmən bu Mironov, orada partiyanın böyüyü, deyir ki, Litvada faşistlər, Rusları çıxardırlar. Və həmən də Mironov indi Rusiyada deyir ki, hansı miqrant burada ailəsi ilə filan ilə bizim dilimizdə ədəbi danışa bilməsə, onu Rusiyadan tıqovan kimi qovmalıyıq, deyir Mironov. Baxın bu Mironov'a bu. Düdüyü. Латвийские власти фашисты, гореть им в аду, а 841 гражданина нашей страны, конечно, мы примем. Речь идет о наших пожилых людях, которые в силу возраста не могут владеть латышским языком. Это фашизм, это преследование по этническому принципу, это самый настоящий фашизм. Лично я направил председателю правительства письмо с предложением ввести соответствующий рейтинг мигрантов. То есть нужно оценивать, соблюдают ли они законы, знают ли они русский язык, не нарушают ли они наши законы. Каждого мигранта нужно оценивать. Я не скрываю, это первый шаг к депортации. Потому что если рейтинг низкий, нарушает, значит должен быть депортирован. И, как мы всегда говорим, не только он, но весь его клан, вся его семья. Спасибо. Görürsünüz, tipik faşisttir. Ya bu tək deyil, bunun da dövlət başçısından gəlir bu hamısı. Və necə olur ki, Latış öz dilində, ana dilində, öz vətəni danışanda faşist olur? Belə Ukraynalı da, belə Azərbaycanlı da. Turançı, pan-türkist, pan-turanist olur. Onu güllələmək lazım idi, vaxtilə güllələyirdilər də öz dilimizdə danışdığımıza görə. Amma bunlar oradakı miqrantları döyəndə, qaz yerişi yerdəndə, söyüş analarını söyəndə bunlar faşist olmurlar. Onlar Rusca bir kəlmə danışa, yəni pis danışırlar, çıxarıb qoyulanda bunlar faşist olmurlar. Dövlətləri işğal edib, bombalayanda bunlar faşist olmurlar. Bunların dövlət başçısı deyəndə ki, Rus əskərinin çəkməsi haradsa, ora Rusiyadır, bunlar faşist olmurlar. Amma Latış dilində danışanda adam öz ana dilində faşist olur. Və taxtabaşları da beyninə belə yeridiblər. Özləri kimi taxtabaşları ifunətlilər yaradıblar. Post-Sovet ölkələrində. Bizdə də az deyirlər. Qazanmaqdadırlar, amma az deyirlər. Bunun detayları, bu düdüyün tayları. Latış dili özündə danışır, faşizm eləyirlər deyir orada şeylər. Amma burada deyir, bunlar hamısı, həmən adam deyə eyni sözü deyir. Bu kognitiv disonans bütün toplumun başındadır. Yəni hamı Rus gözü içində, orada Rus ilə danışırlar, sonra Rusiyadır. Oranı gəlib almaq lazımdır. Biz dünən buranı işğal eləmişik deyir. İndi necə ola bilər ki, siz deyir, bizim ayrılsınız, Rusiya sizə icazə verər Rusiyada. Hayır, kimsə nesən? Orada dövlət çevişi hazırlayırsan, burada dövlət, özün dağılırsan və dağılırsan, dağılacaqsan da. Çünki faşistin böyücü sənsən. Churchill, Winston Churchill. İkinci Dünya müharibəsindən sonra Hitlerin məhv eləndən sonra demiş ki, deyəsən biz ünvanı səhv salmışıq, biz gələ Stalini məhv eləydik. Çünki əsl faşist buradadır. Və indi görünür. Mən demirəm Hitler faşist deyil. Amma bu ondan qatı faşistdir. Burada daha böyük konslagerlər var idi və indi bunlar axı miqrantları bilirsiniz, var, Ruski, Duh, miqrant kimdir, Çurka, Çmorik, bilmirəm, Çurban, Çernazadı, bunlar olacaq, bunlar ali xalqdılar. Sovet dönəmdə anekdotlar yadınızdadır. Gürcü, Azərbaycanlı, Erməni bir yerdədirlər. Hökmən ya Ermənini, ya Gürcünü, ya Azərbaycanlını orada belə Çukça tupoydu o hərəkət. Moldav tupoydu, Litvalı, Latviyalı, bunlar ümumiyyətlə deyirlər də belə. Özbək, bizim də bunlar bizim taxtabaşların da beynini yeritmişlər. Əmir Teymurun nəmə nəticəsində, Qazax, şeydir, Tuva, Rus yox, Rus haqqında anekdot olmaz. O belə idi. Rus, Amerikan və İngiliz otururlar təyyarədə. Axırda həmişə Rus belə ağlardan ağıllı çıxır. Düdüyün biri də bu Mironov və onun yanındakılar, bunların ağlı var ki. Bu, Sovet dönəmindən kultivasiya olunurdu, əziz dostlar. Yəni, təbliğ olunurdu. Güya bunlar ali, Çukçalar müharibələrlə qalib gəliblər Rus imperiyasına. Bəli, Samoyedlər var orada. O tayfalar Rus ordularına qalib gəliblər. Balaca xalqlardır. Orada şimalda yaşayırlar. Gedib, baxın da, indi o şimalda Amerika tərəfdə yaşayanların həyatına baxın və Çukçaların həyatına baxın. Görün nə haldadılar. İçkidən bütün dillərini, dinlərini, bütün imanlarını, bütün hər şeyi itiriblər. Ya Finlandiya tərəfdə yaşayan Finlərə baxın. Rusiya tərəfdə Lesazavosk var orada, mənim şəhərin adı nə idi, elə deyəsən adı. Lesagorsk yoxsa nədir? Baxın orada evlər əyilib, taxta tualetlər küçədə, ifunətdən yaxın gəlmək mümkün deyil. İçib biri orada yatıb, biri burada yatıb, hərəsi bir tərəfdə